Selam, yeni mövzumuzla, yeni dərsimizə xoş gördük sizi. Mövzumuzun adı sadə üç hissəli forma. Nədir sadə üç hissəli forma? Kənar hissələri eyni olub, mərkəzi nisbətən təzadlıq təşkil edən, yəni fərqli olan, bu kənar hissələrdən fərqli olan bir quruluşdur. Buna sadə üç hissəli forma deyilir, belə formaya. Nadir hallarda orta hissə çox da fərqlənmir. Birinci hissənin materialı üzərində qurulur bəzi hallarda. Amma bu hal çox rast gəlinən bir hal deyil. Əsas quruluşumuz A, B, A-dır. Hissələrinə baxaq. A. Birinci hissə. Bu period formasında olur. Periodun istənilən növündə ola bilər. Sadə iki hissəli formadan sadə üç hissəli formanı ayıran xüsusiyyətlərdən biri də odur ki, bax sadə iki hissəlidə biz nə demişdik? Periodlar adətən iki cümləli olur. Adətən kvadrat quruluşlu olur. Adətən təkrar olunan quruluşlu olur. Düzdürmü? Yəni əsas tipik forması belə olur. Bir period iki cümlədən ibarət, o biri periodda iki cümlədən ibarət. Amma sadə üç hissəli formada periodun üç cümləlisi, dörd cümləlisi, böyük period, qatlı perioddan istifadə eləmək olar və yaxud cümlə periodlardan, onun təkrarlanmış quruluşlardan istifadə eləmək olar. Bu baxımdan sadə üç hissəli formada biraz sərbəstlik var. Bu sadə iki hissəli formada adətən belə olur. Yəni nə qədər xırda olsa, yığcam olsa o qədər yaxşıdır. Nəyə görə? Çünki bu vokal xalq musiqisindən gəlir. Nə qədər sadə olsa o qədər yaxşı olur. Rəqslərdə olur. Belə formalar daha çox rast gəlinir. Əsasən iki cümləli olur. Sadə iki hissəli formaların hissələri, periodları iki cümləli olur. Adətən, əsasən. İstisnalar təbii ki, həmişə var. Qeyri-kvadrat quruluşlu da ola bilər, təkrar olunmayan quruluşlu da ola bilər və s. Amma əsas xüsusiyyəti hər periodun iki cümlədən ibarət olması idi. Sadə üç hissəli formada isə periodun istənilən növündən sərbəst şəkildə, yəni istər qatlı perioda da rast gəlmək olar kifayət qədər, istər üç cümləli perioda da rast gəlmək olar kifayət qədər. Hər cür period təkrar olunan quruluşlu, kvadrat, qeyri-kvadrat və s. və s. Yəni burada bir sərbəstlik var. Daha çox sərbəstlik var, nəinki sadə iki hissəli formada. Bu birinci hissədə dedim ki, istənilən period növündən rast gəlmək olar, düzdür. Amma daha çox yayılan, daha bizim çox rast gəldiyimiz forma iki oxşar cümlədən ibarət bir tonallı ya da modulyasiyonlu period olur. Adətən iki oxşar cümləli, bir tonallı və hətta kvadrat quruluşlu və modulyasiyalı da mümkündür bu arada. Bir tonallı ya da modulyasiyalı period olur. Yenə deyirəm, üç cümləli də olar, dörd cümləli də olar, qatlı periodlar filan. Üç hissəli period da ola bilər. Həcmcə ən böyük period nədir? Bu birinci hissənin sonunda olur adətən modulyasiyalar. Köməkçi tonallıqlara keçid olur. Birinci hissənin sonunda olmaya da bilər, qapalı da bitə bilər, öz tonalında da bitə bilər. Kadensiyası ya tam ola bilər, yaxud da yarım kadensiya ilə bitə bilər. Bu periodun içində genişlənmələrə, ixtisarlara, əlavəyə, tamamlayıcı hissələrə də rast gələ bilərik. Giriş daha çox olur burada, çünki əsər başlayır. Doğal olaraq, təbii olaraq giriş daha çox rast gəlinir. Burada həmçinin polifonik yazı texnikasından da istifadə eləmək olar. Nümunələrimiz var, sizə göstərəcəm. Bir balaca nəzəri yenə əvvəl məlumat verirəm. İkinci hissə, bu period ola bilər və yaxud orta hissəyə uyğun bir hər hansı bir quruluş ola bilər. Bax, fraza da ola bilər, hətta cümlə ola bilər, normal cümlə, yəni period olmayan cümlə, adi cümlə. Üçüncü hissə adı, repriza funksiyası daşıyır. Birinci hissənin reprizası. Repriza sadəcə birinci hissədəmi olur? Birinci hissəni təkrar edir? Yox. Yenə bir neçə növlər olacaq. Biz baxacağıq. Reprizalar haqqında ayrı bir dərs hazırlayacağım. Tipik quruluşu mən sizə izah edirəm. A, B, A. A birinci hissədir, period olur. B ikinci hissədir. Ya period, ya da ona bənzər bir forma ola bilər. Cümlə məsələn. Onun bir hissəsi daha doğrusu, periodun bir hissəsi. Ya da cümlə və fraza ola bilər. Bir cümlə, bir fraza və yaxud bir cümlə, iki fraza, amma o iki fraza cümlə əmələ gətirməyib belə. Yaxud fraza, sonra cümlə, sonra fraza. Nəysə, belə bir quruluş perioddan adətən böyük olmur. B hissələr, ikinci hissələr. Beethoven 20-ci sonata, ikinci hissə. Bu ikinci hissənin əvvəli sadə üç hissəli formadadır. Bu üç hissəli formanın da birinci hissəsi perioddur. İki cümləli perioddur, kvadrat quruluşludur və təkrar quruluşludur. Tipik period, yəni tam klassik period. Repriz həmçinin 8 xanədən ibarətdir, bu da perioddur. Amma orta hissə cümləli, burada period yoxdur. 4 xanədir, cümlədir. Bura ayrıca qulaq asaq istəyirsiniz. Bax, bu orta hissəyə. Bura orta hissədir. Bunu yadınızda saxlayın. İndi başdan sona qədər qulaq asaq.
Təkrar. Belə. Bu ikinci hissə. Bu üç hissəli formanın tək mövzulu olanı var, çox mövzulu olanı var. Orada bəzi fərqlər olacaq. İndi ümumi məlumat verirəm. Növlərinə baxacağıq ayrıca. Tək mövzulu olur, çox mövzulu olur. Yenə deyirəm, o fərqlər olur həmişə. Həmçinin reprizalarda bax, burada üçüncü hissə birinci hissəni təkrar edir. Bəzən etməyə də bilər. Dərslərimiz davam etdikcə hamısına baxacağıq. Bütün hallara, bütün növlərə baxacağıq. Mümkün olan reprizalar növlərinə filan, təkrarlıqlar hamısına baxacağıq. Ümumi sadə bir məlumat verim bir neçə cümlə. Bax, bu ikinci hissə orta hissə olur. Buranın vəzifəsi nə olur? Çox vaxt bu birinci hissənin materialını götürür, onun genişlənməsinə, onun inkişafına burada rast gəlirik. Yəni buranın vəzifəsi birinci hissəni davam etdirmək. Onun necə deyim, elə bil oğuldur, atadan əmanət alır hansısa bir peşəni, onu davam etdirir, onun yolundan gedir. Amma təbii ki, bunun da öz yolu var, öz xüsusiyyətləri olacaq. Hamının yerişi eyni olmur. Ona görə də bax, burada ziddiyyət əmələ gəlir. Bəzən B olmur, A1 olur. Çox oxşuyur, olduqca çox oxşuyur. Deyək ki, ata ürək həkimidir, oğul da olur ürək həkimi. Çox oxşuyur. Amma ata ürək həkimidir, oğul olur baytar, heyvan həkimi. Bax, onda artıq A, B olur. Yenə də həkimlik ənənəsini davam etdirir. Uzun sözün qısası, yəni bu B hissə A-nın davamıdır. Onu daşıyır, aparır. Nə qədər fərq olsa da onun elementlərini özündə götürür, materialını götürür, işləyir. Bax, bu halda, bu ikinci halda orta hissə birincinin bir variantı olur. Bu A, A1, A əsasən qədim. Sadə üç hissəli formanın ən qədim, ilkin variantlarında, ibtidai variantlarında daha çox rast gəlinir. Həmçinin, bax bunu silsəm, sadə iki hissəli formalı eləsəm. Bax, bu da qədim sadə iki hissəli formadır. Qədim sanatalar haqqında məlumat verəndə sizə deyəcəm, indidən yadınızda saxlayın. Qədim sanatalarda, bax, bu çox rast gəlinəndir. Ekspozisiya. Sonra şərti repriza olur. A, A1, A. Tamamilə yeni bir materiala rast gəlmək olar. Amma ümumi məzmundan, ümumi əsərin, necə deyim, niyyətindən, yəni kənara çıxmamaq şərtilə hər əsər bir mesajdır, bir məktubdur. Orada bir fikir bütünlüyü olmalıdır. Bax, fikir bütünlüyünü bu B hissə pozmamalıdır. Xüsusilə sadə iki hissəli formalar bir mövzulu olur. Sadə üç hissəli formalarda əsasən bir mövzulu olur, amma bir növ daha var, çox mövzulu. Bu tək mövzulu və çox mövzulu sadə üç hissəli formalar haqqında tək-tək dərslər hazırlayacağam. Qarışıqlıq olmasın deyə, fikir qarışıqlığı. Orta hissə tonallıq baxımından qeyri-sabit olur. Çox oynaqlıq, çox modulyasiyalar, çox yönəlmələr mümkündür burada. Həmçinin sekvensiya, ritmik şəklin dəyişməsi, punktlar görə bilərik, arqan punktları. Əsasən də dominant arqan punktunu görə bilərik. Nəyə görə? Dediyim kimi, bax, bura tipik işlənmədir də, yəni şərti. O sanatalarda olur da orta hissə işlənmə, ekspozisiya, işlənmə, təkrar. Bax, bu da onun ən sadə bir variantlarından biridir, oxşarıdır. Bura sanki ekspozisiyadır, sanki bura işlənmədir, güya və burada təkrardır. Bayaq burada dedim sizə, bax, bu qədim sanata formasına çox oxşuyur. Hətta elə o da qədim sanata formasıdır deyə bilərik. Belə formalarda sonatinalarda yazıla bilər. Amma təbii ki, sonatinalar ayrıdır, üç hissəli formalar ayrıdır. Sonatinaların hər bir hissəsi böyük olur, periodlarında böyük olur. Yəni ola bilsin sadə iki hissəli forma ola bilər, hətta sadə üç hissəli forma ola bilər. Sonatinalar həcmcə böyük olur. Mən ümumi formanı deyirəm, bax, ekspozisiya sonatinalarda işlənmə, şərti işlənmə və repriza. A, A1, A. Bunu yadınızda saxlayın, zəhmət olmasa xahiş edirəm. Sonatinalardan qədim sonata formasından ayrıca danışacağam. Onda bax, bunu yadınıza salarsınız. İkinci hissələr adətən başqa tonalda bitir. Əsas tonalda bitmir. Təbii ki, ola bilər. Əsas tonalda da bitə bilər. Elə bir qəti kural, qanun yoxdur ki, bitməz. Bitər. Amma əsasən, yəni bunun daşıdığı rola görə bitməməsi daha uyğundur. Çünki davamında repriza var. Bax, tonallığa burada qayıtmaq daha məqsədə uyğundur. Nəinki ortada. Ortada tonallığa qayıdanda heç üçüncü hissəndə o qədər də dadı tuzu qalmır. Elə iki hissəli olsa daha yaxşı olar. Nəinki üçüncü hissə. Reprizasız, bax, bu A olmadan da var. A, B, C deyə sadə üç hissəli forma. Orada belə ən sonda tonallığa qayıdır. Yəni tonala qayıtmaq işi bu üçüncü hissənin işidir. Onun vəzifəsidir. Adətən deyirəm, istisnalar həmişə var. Başqa nələr deyə bilərik sadə üç hissəli forma haqqında başlanğıc olaraq? Bax, bunlarda yazmışam bura. Bunlar, bu hərflər sizə sadə iki hissəli formadan tanış da bilirsiniz artıq. Giriş ola bilər ki, çox vaxt olur. Bağlayıcı hissələr, kiçik bağlayıcı quruluşlar, daha doğrusu hissə yox, hissələr böyük olur. Quruluşlar, kiçik bağlayıcı quruluşlar ola bilər hissələr arasında. Bu B bağlayıcı sözünün B-sidir, yəni. Və sonunda koda ola bilər. Sadə iki hissəli formalarda mən P yazmışdım, tamamlayıcı quruluş, yəni orada kiçik olur.
Forma özü də kiçik olduğuna görə. Adətən kiçik kadet də olur ya da tamamlayıcı quruluş olur. Nadir hallarda böyük kodalar olur, nisbətən böyük. O da məsələn Beethoven-də çox olur elə. Amma sadə 3 hissəli formalarda həm tamamlayıcı quruluş da yazmaq olar, həm də koda ya da kadetdə, balaca koda. Bunlar mümkündür. Bəs A1 yazmışam, bu nədir? Ya reprizalarda olduğu kimi təkrar ola bilər. Buna statik repriza deyəcəyik. Ya da nisbətən dəyişmiş repriz ola bilər. Ona görə mən hər ehtimala qarşı bura A1 yazdım. Yəni bunun, bu A-nın nisbətən fərqli təkrarı. Onu həmçinin burada yazdım hər ehtimala qarşı. Amma bax bu halda A, A1 onda məcburdur artıq A-nı təkrar etsin. Ard-arda A1-in gəlməyi. Onda olur sadə 2 hissəli forma. Sadəcə bax birinci hissə, ikinci hissə 2 dəfə təkrar olmuş olur. Sadə 3 hissəli forma əmələ gəlmir. Amma A, A1 A-ya qaydanda olur 3 hissəli forma. Yenə deyirəm, buna bu şəkildə baxsaq, bu olacaq sadə 2 hissəli forma. Çünki elə bu deməkdir. Sadəcə 2 dəfə təkrar olur. Nəzəri olaraq ümumi məlumat məncə yetərlidir. Bu dərsimiz bu qədər olsun demək istəyirəm, amma sizə bu dərsdə də bir nümunə verim. Nümunəsiz qoymayım sizi. Bax, nəyə baxa bilərik? Mənim sevimli əsərim La major sonatası, Mozart. Burada bilirsiniz, birinci hissədə mövzu var, davamında variasyonlar gedir. Bax, bu mövzu sadə 3 hissəli formadadır. Tonal planla ən sonda baxarıq. Bu əsərə növbəti dərslərimizdə yenə baxarıq. Növü filan hansı növdədir. Sadəcə bir ümumi təəssürat yaransın sizdə istəyirəm. 3 hissəli forma necə olur, necə səslənir. Reprizaları hələ ki götürürəm, lazım deyil. İstəyirəm birbaşa axsın ki, siz bu orta hissəni filan hiss eləyəsiniz. Belə, baxın, bu iki sətir bir perioddur, birinci hissədir. Bura ikinci hissədir, burada üçüncü hissədir. Mən bu ikinci hissəni işarəliyim sadəcə, orta hissəni işarələdim. Bu davamı birinci hissənin təkrarıdır. İndi necə təkrardır, burada başqa nələr var, nələr yox, növbəti dərslərimizdə baxarıq. Üçüncü dərsimizdə xüsusilə bura qayıdacağıq bu əsərə. Buna bu şəkildə indi bir dənə də qulaq asın, bax, orta hissə B-dir. Fərqi hiss eləmisiniz? İndi bu şəkildə bir dənə də qulaq asaq. Yeri gəlmişkən, burada yaşıl xətt ki gedir əsər səslənəndə, o biraz gecikməlidir. Siz ona fikir verməyin, qulağınız eşidir, gözlə notlara baxa-baxa təqib edin notları, səslənməni. Bax, bu yaşıl işarəyə fikir verməyin. Period bitdi. Orta hissədəyik. Və repriza. Sizə tanış olan bildiyiniz əsərlərdən nümunə verməyə çalışıram bir çox hallarda ki, daha yaxşı yadınızda qalsın. Bunun birinci hissəsinə baxaq. Rondonun birinci hissəsi. Fərqli rondodur. A deməyəcəm, çünki burası A deyil. Bunu ayrıca izah edəcəm sizə rondolar dərsində. Reprizaları yenə də istəyirəm silin müvəqqəti olaraq. Tam olaraq istəyirəm formanı bir qavrayaq. Bax, bu orta hissədir. A, B, A. 3 hissə. Həmçinin burada da var. Burada da reprizaları götürün.
Bura qədər qulaq asmalıyıq. Mən bura final xətti qoyuram. Burada dayanacağıq. Başlayaq. Orta hissə. Təkrar. Artıq periodu bilirik, sadə 2 hissəli formanı bilirik, sadə 3 hissəli formadan da artıq ilk dərsdən təəssüratımız yarandı. Sizə deyim, bu əsərin bütün hissələrini başdan sona təhlil edə bilərsiniz. Yəni artıq rondo mövzusuna məsələn hazırsınız, tam hazırsınız. Buradakı hissələr adətən onsuz da belə 2 hissəli, 3 hissəli formalarda olur. Qatlı 3 hissəli formanda, 2 hissəli, 3 hissəli formanda keçəndən sonra daha böyük hissələr bizim üçün get-gedə asanlaşdırır. Bilirsiniz, çətin olan başlamaqdır, get-gedə sonra asanlaşır. Sanata formasına baxanda indi bəlkə gözünüz qorxur. İlk dəfə əgər belə formalar haqqında məlumat alırsınızsa, bilmirəm da indi daha əvvəl formalar haqqında məlumatınız nə qədərdir, nə dərəcədədir. Bəlkə əksəriyyətiniz bilirsiniz, sadəcə bu dərslər təkrarlamaq görəvi görür. Bəlkə də birinci dəfə eşidirsiniz, bəlkə də bilirsiniz, nəsə əlavə edirsiniz. Bəlkə də siz çox şey düz bilirsiniz, mən səhv izah edirəm, o da ola bilər. O da ola bilər. Yox, ola bilməz. Nadirən dilim çaşar, nəsə səhv məlumat verərəm və yaxud çox az hallarda yanlış məlumat verə bilərəm, amma öz başıma hərəkət eləmirəm. Əlimin altında kitablar var, yalan deməyim, mənbələrə baxıram, dəqiqləşdirirəm. Ona görə ki, biri var özüm üçün nəysə oxuyum, öyrənim, hazırlayım. Misal üçün akademiyada bizə referat tapşırırlar, formaları öyrənin filan əsəri. Nəticədə yəni o bizim özümüzü ilgiləndirir. Özümüz üçün eləyirdik bunu. Yüksək qiymət alsam da, az qiymət alsam da bu mənə təsir edir, başqasına yox. Amma söhbət bir neçə insanın təlimindən, təhsilindən gedirsə, onda məcbursan ki, nə qədər çox da bilsən, az da bilsən, bu işin ustası da olsan da, olmasan da mənbələrlə hərəkət eləyəsən, qaynaqlar göstərəsən, həm etibarlılığı artırır, həm də gördüyün iş sağlam olur. Ona görə rahat ola bilərsiniz. Bildiyim bir şeyi baxıram, təkrarlayıram. Bax, kitabın səsi gəlir, yoxsa yox bilmirəm. Baxıram, təkrarlayıram, yeri gələndə oxuyuram, ondan sonra sizə çatdırıram. Uzun sözün qısası, məsələn, bax, bu rondo alaturka, artıq rondo haqqında kiçik bir məlumatınız varsa, özünüz təhlil edə bilərsiniz. Yavaş-yavaş püxtələşirsiniz. Bir əsəri, misal üçün, bax, bunu və yaxud Mozartın əsərini period dərslərində də göstərmişəm, bu sadə 2 hissədə də göstərirəm, rondoda da göstərəcəm. Özüm bilərəkdən bir əsəri bir neçə mövzularda, məsələn, periodda sadə 2 hissəli, qatlı 3 hissəli, rondo, sanata və s. Hətta biz sanatada bu göstərdiyim və bu vaxta qədər göstərdiyim nümunələrə yenə baxacağıq. Burada məqsədim odur ki, sizdə həmin əsərin quruluşu yavaş-yavaş formalaşsın, başqa əsərləri baxanda, əsərləri təhlil edəndə rahat gəlsin sizə. Çünki bu kitablara da baxıram. Bir əsəri bir neçə dərsdə örnək göstərir, nümunə göstərir. Yəni onlar da elədir. Böyük Mazel olsun, Spasovin olsun, Büsler olsun. Demək ki, belə effektiv olur. Unutmadan deyim, yeri gəlmişkən. Bu bayaqki sanataya ki, biz qulaq asdıq. Baxın, diqqət etdinizsə bunun ortasındakı bu motivlə birinci hissə motivi çox oxşuyur. Ritmik quruluş eynidir. Baxın, çərək, sonra burada göstərim eyni şeydir. Çərək, sonra 8-lik, çərək, sonra 8-lik. Ritmik quruluş eynidir. Çox yerdə eynidir. Yadınızdadırsa nə demişdik? Orta hissə əsasən birinci hissənin davam olur, onun inkişafı olur, materialı oradan götürür. Gücərtisi oradandır, yəni qaynağı birinci hissə olur adətən. Bəzi hallarda isə nisbətən daha yeni mövzu olur, daha yeni material olur, elementlər olur. Onu harda gördük? Burada gördük. Orta hissə nisbətən burayla biraz sanki uzaqdır, ayrıdır. Nümunələrimiz çox olacaq. Bir sonraki dərsimizə başlayaq. Sonraki dərsimiz tək mövzulu, sadə 3 hissəli forma.